Bu il Azərbaycanda, xüsusilə paytaxt Bakıda intensiv yağışlar müşahidə edilir. İddia olunur ki, bu vəziyyət qışda da davam edəcək və qar əvəzinə leysan yağışlar yağacaq. Bu nə dərəcədə realdır? Qlobalifo qısa danışan biomuxtəliflik üzrə ekspert ekoloq Arzu Mustafayev bildirib ki, proqnozlar əsasən müşahidələr və meteoroloji məlumatlar əsasında hazırlanır. Hər il bu tip intensiv yağışlarla qarşılaşırıq. Normadan artıq ifadəsi uzun müddətli müşahidələr əsasında müəyyən olunmuş aylıq yağıntı normaları ilə müqayisəyə əsaslanır. Yay aylarında norma daha aşağı, yaz və payız aylarında isə bir qədər yüksək olur. Faktiki yağıntı isə bəzən norma daxilində, bəzən isə bunu dəfələrlə üstələyə bilər. Yəni normal nisbi bir anlayışda ekoloq deyib ki, keçən il paytaxtda müşahidə edilən problemlər yağışın deyil. Daha çox şəhər infrastrukturunun qeyri-optimal olması və xilasetmə xidmətlərinin funksionallığının zəifliyi ilə bağlı idi. Bu ildə oxşar vəziyyətin yaranması ehtimalı var. Əlbəttə, heç kim yağıntının dəqiq miqdarını əvvəlcədən tam müəyyən edə bilməz. Son illərin müşahidələri göstərir ki, xüsusilə Bakı şəhərinin yerləşdiyi ərazidə keçmiş dövrlərlə müqayisədə qar yağıntısı azalır, yağış şəklində atmosfer çöküntüləri isə artır. Bu dəyişikliklər qlobal atmosfer proseslərində baş verən böhran və iqlim dəyişiklikləri kontekstində qiymətləndirilməlidir.